Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Universitetinin tələbəsi bugün təhsil müəssisəsinin birinci mərtəbəsini təmir edən ərazisində yıxılaraq xəsarət alıb. Hadisə ilə bağlı təbibdən kanalımızın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 15-i saat 11 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə kişi yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Əlavə edilib ki, kliniki tibbi mərkəzə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.